Salam dəyərli izləyicilər, ödənişli əsaslarla ali təhsil alan tələbələrə bir şad xəbər var. Diqqətinizə çatdırırıq və kanalımıza buradakı üstə gəl düyməsinə bir dəfə vuraraq abunə olun ki, digər vacib məlumatlarımızı da izləyə biləsiniz. Deməli, ödənişli əsaslarla qəbul olan tələbələrdən bəziləri dövlət sifarişli təhsil ala biləcəklər. Dövlət İmtahan Mərkəzinin sədri Mələkə Abbaszadənin sözlərinə görə yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək. Bəzi ödənişli əsaslarla təhsil alan tələbələr də dövlət sifarişi üzrə təhsillərini davam etdirə biləcəklər və təhsil eksperti Elşən Qafarov isə çox maraqlı bir açıqlama verir. Bildirir ki, bu ölkədə ümumiyyətlə ödənişli təhsilin tamamilə aradan qaldırılmasına hədəflənən addımlar sırasındadır. Bəs dövlət sifarişli təhsilə keçiriləcək tələbələr kimlərdir? Elşən Qafarov bildirir ki, bu dövlətin əmək bazarına uyğun olaraq verdiyi sifariş əsasında müəyyən ediləcək. Balı yüksək olmayanlar da bu güzəştdən yararlana biləcəklər. Ekspertin fikrincə dövlət sifarişinin əhatəliliyi genişləndiyi təqdirdə bundan həm dövlət, həmçinin özəl ali məktəb tələbələri yararlana biləcəklər.